Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Universitetin son bir il ərzində əldə etdiyi uğurları, həyata keçirdiyi layihələri və yadda qalan anları əks etdirən videoçarx nümayiş etdirilib. Tədbir musiqi sədaları altında universitetin müxtəlif təhsil pillələri üzrə məzunlarının təntənəli keçidi ilə davam edib. Hörmətli qonaqlar, əziz müəllimlər, valideynlər və bu günün əsas qəhrəmanları, hörmətli məzunlarımız. Hamınızın Naxçıvan Dövlət Universitetinin 2026-cı il məzun günündə səmimi qəlbdən salamlayır, hər birinizə xoş axşam arzulayırıq. Bugün burada yalnız bir təhsil mərhələsinin başa çatmasına deyil, həm də yeni arzuların, yeni fikirlərin və böyük hədəflərin başlanğıcını qeyd edirik. Universitetin bütün fakültələrinin, magistratura və doktorantura mərkəzinin, həmçinin Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən texniki, musiqi və tibb kolleclərinin, eləcə də gimnaziyanın məzunları mərasimdə iştirak ediblər. Ali Təhsil Ocağının rektoru Elbrus İsayev məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, bu il universitet tarixində 2347 məzunla ən böyük buraxılış həyata keçirilir. Elbrus İsayev qeyd edib ki, Naxçıvan Dövlət Universiteti bu günədək 43848 məzun yetişdirib və həmin məzunlar ölkənin müxtəlif dövlət və özəl qurumlarında uğurla fəaliyyət göstərərək universiteti layiqincə təmsil edirlər. Çox şadıq ki, bugün Muxtar Respublikamızın ən böyük ali təhsil, ölkəmizin ən böyük qabaqcıl ali təhsil müəssisələrindən biri olan Naxçıvan Dövlət Universiteti günü-gündən genişlənir. 12 min nəfərə yaxın tələbə kontingenti ilə Naxçıvan Dövlət Universiteti gələcəyin bacarıqlı, istedadlı, dövlətimizin qarşımıza qoyduğu tələblərə uyğun kadr hazırlığı işini davam elətdirir. Və bu işdə əməyi olan bütün professor müəllim heyətinə öz təşəkkürümü bildirirəm. Bizi seçən tələbələrimizə, bizlə bərabər addımlayan tələbələrimizə, məzunlarımıza uğurlar arzulayıram, onların yolları açıq olsun. Bu təhsil yolunda bizə daim dəstək olan valideynlərə, bizə etimad göstərən ailələrə öz təşəkkürümü bildirirəm ki, Naxçıvan Dövlət Universitetini seçiblər, Naxçıvan Dövlət Universitetinin uğurlarına seviniblər və bu məzunlarımız əminəm ki, bu illərdə əldə etdikləri bacarıqlarla dövlətimizin qarşımızda qoyduğu tələblərə cavab verəcək kadr kimi öz sahələrində uğurlar qazanacaqlar. Universitetin fəxri məzunu, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli bildirib ki, bugün Naxçıvan Dövlət Universiteti beynəlxalq səviyyədə nüfuz qazanan ali təhsil müəssisəsinə çevrilib. Universitetin son illərdə əldə etdiyi uğurları yüksək qiymətləndirən fəxri məzun bu inkişafın hər bir məzun üçün qürurverici olduğunu vurğulayıb. Tibb fakültəsinin məzunu Saime Buse Güven, Heydər Əliyev adına təqaüdçü, tarix filologiya fakültəsinin məzunu Əziz Əliyev çıxış edərək tələbəlik illərinin xatirələrini bölüşüb, yaradılan imkanlara, keyfiyyətli təhsilə görə minnətdarlıqlarını bildiriblər. Tədbirdə ümumi orta müvəffəqiyyət göstəricisinə görə fakültə birincilərinə və tələbə təşkilatlarında xüsusi fəallığı ilə seçilən məzunlara təşəkkür plaketləri təqdim olunub. Məzun günü atəşfəşanlıq, sevilən sənətçi Murad Arif və xalq artisti Mir Yusifin iştirakı ilə konsert proqramı ilə davam edib. Akşin Məyrəmov, Tərlan İbrahimova, Gülay Tahirli, NTV Xəbər.